Herkese salam. Bu gün evimizə qonaq gəlirdi. Mən də fikirləşdim ki, sizlərə bir günümü vlog çəkim. İlk öncə salatları hazırlamaqla başladıq. Mən mimoza salatını edirdim. Mimozanı çox da ətraflı çəkmədim, çünki məncə asan salatdır. Burada mayonezi yaya bilmirdim. Mən də mamamdan kömək istədim, sağ olsun elədi. Daha sonra pendirli və göyərtili siqara böreyi hazırlayıram və burada da toyuqlu birinci düzəldirəm. Mən lavaşda birinci daha çox sevirəm. Çox dadlı olur. İstəsəz ayrıca reseptini bölüşərəm. Daha sonra keçirəm börəkləri qızartmağa. Bu sırada mamam salatları doğrayırdı. Çox dadlı görünür. Sonra mamam balıqları duzluyur. Mən də onu çəkirəm və balıqları unlayaraq qızardır. Burada da süfrəni çəkirəm. Qonaqlarımız artıq gəlir. Daha sonra meyvə doğrayırıq. Mamam yenə meyvələri düzəldir və atam gəlib burada samavarı qaynatmağa çalışırdı. Normalda qardaşım edirdi, amma indi əsgərlikdə olduğu üçün məcbur atam edir. Burada da artıq manqal hazırdır. Atam ətləri və kartofu da hazır edib. Mən də balığı aparıram süfrəyə və burada da artıq kabab bişir və samavar qaynayıb çay dəmləməyə qoymuşuq. Burada da sizə ördəklərimizi və toyuqlarımızı göstərirəm və atam kababı bişirir. Salamata. Bir də gördüm həyətimizə şirin pişik gəlib. Mən də ona balıq verdim. Artıq yavaş-yavaş günün sonuna gəlirik. Qonaqlar bizə sağ olsunlar tort almışdılar. Onu kəsirik və çay içirik və beləcə günü yekunlaşdırırıq. Belə vloqların davamını istəyirsinizsə bəyənməyi unutmayın.